Salam əzizləyicilər, bugün qoğal hazırlayırıq. Bunun üçün şirin qoğal hazırlayırıq. 1 kilo undu, əvvəlcə yarım stəkan südlə 1 xörək qaşığı mayanı qıraqda aktivləşdirmişik. Daha sonra xəmirimizə 2 ədəd yumurtanın sarısı, 200 qram xamal və 1 stəkan süd, 1 xörək qaşığı sirkə, alma sirkəsi. Bunları qarışdırıb xəmirimizi hazırlayırıq. Gördüyünüz kimi xəmirimizi yoğurduq və 1 xörək qaşığı da sarı kök atıb xəmirimizi gördüyünüz kimi bu cür sarı rəng edib xəmirimizi yoğurduq və 1 saat yarım gözlətdik, mayalandı. Mayalandıqdan sonra xəmirimizi indi kündələrə ayırırıq. 12 ədəd kündəmiz alındı. 6-6 edib yayıb yağlayırıq. Kündəmizi yaydıq. Daha sonra dəzgahımızın üzərini duru yağla yağlayırıq və xəmirimizi böyük ölçüdə yaymışıq. İndi isə dəzgahın üzərinə sərib əlimizlə bacardığımız qədər böyütməyə çalışırıq. Hər 4 tərəfindən də böyüdüb əlimizlə kənarlara doğru çəkib üzərini kərə yağı əritmişik. Kərə yağla hər tərəfini yağlayırıq. Kərə yağı da 300 qram kərə yağı əritmişik. Kərə yağla hər tərəflərini yağlayırıq. Üst-üstə yayıb, yenə yağlayıb, eyni qaydada altısını da bu cür hazırlayırıq. 6 ədəd kündəni edirik. Yayıb, üst-üstə yığıb, kənara doğru çəkib, cırmamaq şərti ilə bu cür hazırlayandan sonra 4 barmaq qalınlığında kəsirik. Uzunsov şəkildə bu cür kəsdik. Kəsəndən sonra bu cür rulet şəklində özümüzə darta-darta çəkirik. Çəkən zaman iki tərəfini də əlimizlə içəri salırıq ki, çox kənarlara çıxmasın. Gördüyünüz kimi bu qayda ilə hamısını yığdıq, rulet kimi püştük hazırladıq. İndi isə bu kənar hissəsini də içinə doğru edirik və kənarlarını da əlimizlə bu cür yekəldirik. İçliyi də ki, qoz 500 qram qoz və 400 qram şəkər tozu, 1 ədəd vanil, 1 xörək qaşığı əlavə edib içliyini hazırlamışıq. Bu qayda ilə hazırlayıb şor qoğal da edə bilərsiniz. Biz şirin içlikli, xırçıltılı qoğalı hazırlayırıq. Və bu cür hazırlayandan sonra gözlədirik. Bir 20 dəqiqədə kündədə düşür. Gördüyünüz kimi çox qəşəng kündədə düşdülər. Görürsünüz necə gözəl şişiblər və daha sonra üzərinə yumurta sarısı çəkirik. Yumurta sarısı çəkdikdən sonra üzərinə də ağ küncüt əlavə edirik. 180 dərəcəli sobamızda bişiririk. Artıq bizim qoğallarımız bişdilər. Xırçıltılı, şirin içlikli, gözəl qoğallarımız alındı. Çox ləzzətli, dadlı qoğallar alınmışdı. Sizlərin də hazırlanmasını tövsiyə edirəm. Xırçıltılı, kövrək, ağızda əriyən, gözəl bir qoğal reseptidir. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. İç görüntüsünə də baxın. Görürsünüz necə gözəldir. Like etməyi unutmayın. Təşəkkür edirəm.